şəhid Cavid Cabbarzadənin evində qonaq olduq. Ömrünün çox hissəsini yaşadığı bu evdə olmaq, onun ailəsi ilə söhbət etmək bizim üçün əvəz edilməz bir hissidir. Bu otaqda vaxtilə Cavid yaşayıb. İndi isə bura başdan başa Cavidin xatirələri ilə doludur. Hər addımda Cavidin qəhrəmanlığından xəbər verən fəxri fərmanları, medalları gördükcə göz yaşlarımı saxlaya bilmirdim. Burada ona ait hər şey var idi, bircə özündən başqa. Aslında videodur. Tarih var sonra inşallah. Gedirik. Allahın köməkliyi ilə alarıq torpaqlarımızı. Yəni qayıtsam da, qayıtmasam da vətən sağ olsun. İstəyir. Vətən sağ olsun deyən şəhidimiz 2016-cı ildə baş verən aprel döyüşlərində də iştirak edib. 2020-ci ildə 2-ci Qarabağ müharibəsi zamanı öz iradəsi ilə könüllü yazılaraq cəbhəyə yollanıb. Anası Almaz xanımın dediyinə görə çağırış gəldiyi zaman Cavidin ayağı gipsdəymiş. O gipsi öz əllərlə sökərək hazırlıqlarına başlayıb və gedərkən o videonu çəkərək vətən sağ olsun deyib. Cavid Füzuli, Xocavənd, Cəbrayıl uğrunda gedən döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra fəxri fərman və medallarla təltif edilib. 24 oktyabr Xocavənd uğrunda gedən döyüşlər zamanı şəhid olan Cavid Cabbarzadə 5 noyabr Fəxri Xiyabanda dəfn olunur. Onu da qeyd edim ki, Fəxri Xiyabanda dəfn olunan ikinci şəhidimiz məhz Cavid Cabbarzadədir. Cavidin qəhrəmanlığı ilə bağlı danışmaq istəsəm, gərək bu video saatlarla çəkilsin. Buradan onun ailəsinə, xüsusən Almaz xanıma, bizi evində qonaq etdiyi üçün öz təşəkkürümü bildirirəm. O qadının məğrur duruşu bizlərə həyat dərsi oldu. Allah cəmi şəhidlərimizə rəhmət eləsin.